23 yaşlı Kenneth Parks, yuxuda qətl törədən adam. 1987-ci ilin 24 may gecəsi Kanadanın Ontario əyalətində baş verən bir hadisə bütün dünyanı heyrətə saldı. Bu hadisənin mərkəzində cəmi 23 yaşı olan Kenneth Parks adlı gənc dayanırdı. İlk baxışdan o adi bir insan idi, evli idi, kiçik bir qızı vardı və sakit həyat sürürdü. Lakin heç kim təsəvvür etmirdi ki, bir gecə baş verəcək hadisə onu cinayət tarixinin ən qəribə simalarından birinə çevirəcək. Kenneth son aylarda ciddi maddi problemlərlə üzləşmişdi. Qumar asılılığı səbəbindən böyük borcları yaranmış, iş yerində də problemlər yaşamışdı. Bu vəziyyət onun psixoloji gərginliyini daha da artırmışdı. Bununla belə, yaxınları onun aqressiv biri olmadığını, əksinə, sakit və mehriban xarakterə malik olduğunu deyirdilər. 24 may gecəsi isə hər şey dəyişdi. Gecə saatlarında Kenneth dərin yuxuya getdi. Sonradan verilən məlumata görə o həmin gecə yuxuda yerindən qalxdı. Avtomobilinin açarlarını götürdü, maşınına mindi və təxminən 23 kilometr yol qət edərək qaynatası ilə qaynanasının yaşadığı evə getdi. Maraqlısı isə odur ki, bütün bunların yuxu vəziyyətində baş verdiyi iddia edilirdi. Evə daxil olduqdan sonra dəhşətli hadisə yaşandı. Kenneth qaynanasına ölümcül hücum etdi, qaynatasını isə ağır yaraladı. Bir neçə dəqiqə sonra isə yenidən maşınına minib polis bölməsinə tərəf sürdü. Polis şöbəsinə daxil olan Kennethin ilk sözləri tarixə düşdü. O, qan içində əllərini göstərərək belə dedi: "Düşünürəm ki, mən kimsə öldürmüşəm." Polislər əvvəlcə bunun adi bir cinayət olduğunu düşündülər. Lakin araşdırmalar başladıkca qəribə faktlar üzə çıxmağa başladı. Kennethin əllərində çox ağır kəsiklər vardı. Həkimlərin sözlərinə görə, belə yaralar alan bir insan normal halda dözülməz ağrı hiss edərdi. Ancaq Kenneth ağrı hiss etmirdi və baş verənləri xatırlamadığını deyirdi. İş məhkəməyə çatdı. Burada dünyanın ən məşhur yuxu mütəxəssisləri və nevroloqları iştirak etdilər. Aparılan müayinələr göstərdi ki, Kenneth uzun illərdir yuxuda gəzmə, yəni somnambulizm problemi yaşayırmış. Hətta uşaqlıq illərində də yuxuda gəzməsi ilə bağlı hadisələr qeydə alınmışdı. Mütəxəssislər hesab etdilər ki, həmin gecə o tam şüursuz vəziyyətdə olub və etdiyi hərəkətlərə nəzarət edə bilməyib. Bu qərar böyük mübahisələrə səbəb oldu. Çünki bir çox insan belə ağır cinayətin yuxuda törədilə biləcəyinə inanmaq istəmirdi. Digərləri isə elmi sübutların kifayət qədər güclü olduğunu düşünürdü. Nəticədə məhkəmə Kenneth Parksı təqsirsiz hesab etdi. Qərarda qeyd olundu ki, cinayət şüurlu şəkildə deyil, avtomatik davranış vəziyyətində baş verib və buna görə cinayət məsuliyyəti daşımır. Bu qərar sonradan Kanadanın Ali Məhkəməsi tərəfindən də qüvvədə saxlanıldı və Kenneth Parks işi hüquq tarixində ən məşhur yuxuda qətl hadisələrindən biri kimi yadda qaldı. Bugünə qədər Kenneth Parks hadisəsi həm hüquqşünaslar, həm psixoloqlar, həm də yuxu üzrə mütəxəssislər tərəfindən araşdırılmağa davam edir. Çünki bu hadisə insan beyninin hələ də tam öyrənilməmiş tərəflərinin mövcud olduğunu göstərən ən sirli və ən mübahisəli hadisələrdən biri hesab olunur. Bəs siz necə düşünürsünüz? Kenneth Parks həqiqətən yuxuda idi, yoxsa bu mükəmməl hazırlanmış bir müdafiə planı idi? Fikirlərinizi şərhlərdə yazmağı unutmayın.